Bir daha hər kəsə salamlayıram. Mən bu videoda isə bugün OTK-nın 10 siniflər üçün keçirdiyi buraxılış sınaq imtahanının Azərbaycan dili fənnindən mətn suallarının cavablarını qeyd edəcəm. Deməli, burada 11-ci sualda mətn əsasən üzərində rəqəm yazılmış sözlərin fərqli mənada işləndiyi cümlələri müəyyən edin. Yəni, fərqli mənada işlətməli, üzərində rəqəm yazılmış sözlər hansılardır? Deməli, biri düşmək sözüdür burada. Biri deməli, gördü sözü, digəri isə uçmaqda sözüdür. Deməli, bunların fərqli mənada işləndiyi variantlar. Havanın temperaturu çox düşüb, biri 2 olacaq. Çünki burada düşmək fərqli mənada, burada isə fərqli mənadadır. Ona görə 2-ni götürəcəm. Sonra uçmaq, qoca bir leylək uçmaq deyirdi mətndə. Burada isə vaxt tez uçub getdi. Bəli, bunu götürəcəm. 2, 3. Yəni, bizim doğru cavabımız burada D variantı olacaq. 4-də isə hansıdır? O 4-də isə bəli, bir də keçmək sözü var idi. Bəli, səhv etmirəmsə, bəli, keçmək sözü də var idi. Yay quraq keçəcək. Burada isə elə yorğunam ki, bir otadan o birinə keçməyə halım yoxdur. Yəni, bir də 4-ü götürəcək bizim. Yəni, yekun cavabımız olacaq D variantı. 12-ci sual. Mətnə əsasən cədvələ uyğun olmayan fikirləri müəyyən edin. Mətndə bu barədə məlumat var, mətndə bu barədə məlumat yoxdur. Yəni, bizdən uyğun olmayan fikirləri deyir. Deməli, biz burada artıq var deyilən qismdə yoxları seçməliyik. Yoxdur deyilən qismdə isə varları seçməliyik. Yəni, indi baxaq. Burada bizim doğru cavabımız D variantı olacaq. İndi baxaq. Quşların da ailə canlılıq xüsusiyyəti var. Bəli, bu doğru fikirdir. Yəni, bu mətndə var. Ona görə də bu artıq uyğun olmayan fikir deyil. Yəni ki, B, Y, C gedir o cəhətdən. Bəzi quşların hərəkətlərindən mövsümlərlə bağlı məlumat əldə etmək olur. Bəli, bu doğru fikirdir. Bu mətndə var. Ona görə elə A-nı da çıxıram. Geriyə qalır bizdə D, yəni 3, 4, 6. Bəzi quş növləri rəqabət aparmağı sevir. Xeyr, mətndə belə bir şey yoxdur. İndi mətndə bu barədə məlumat yoxdur deyilsə, biz artıq varları seçməliyik. Bəzi quşlar zərər verən canlılar kimi tanınır. Bəli, orada var idi sağsağanla bağlı. 5. Bəzi quşlar balalarını qorumaq üçün yuvalarını hündür yerdə qururlar. Bu artıq mətndə bu haqda yoxdur məlumat. Yəni, bu doğrudur. Bunu götürmürəm. İnsanlar arasında ovçularla bağlı xoş olmayan fikirlər mövcuddur. Bəli, mətndə belə bir məlumat var. Ona görə də bizdə olacaq cavabımız 3, 4, 6, yəni D variantı. Növbəti suala baxaq. Mən burada artıq mətnə çevirə bilməyəcəm. Sözlü mətnə baxa bilərsiniz. Deməli, 13-cü sualda mətndən bu nəticəni çıxarmaq olmaz. Ovçu Qasım ovçu olduğu qədər də yaxşı müşahidəçidir. Bu doğru fikirdir. Uşaqlar ovçuluğun sirlərini öyrənib bu peşəyə yiyələnmək. Bəli, bu yanlış fikirdir. Yəni, biz bu nəticəni çıxara bilmərik mətndə. Digərlərinə baxaq. Sağsağanın həm müsbət, həm mənfi xüsusiyyətləri var. Bəli, bu doğrudur. Ovçu Qasımın söhbəti ilin ən çox fəslinə təsadüf edir. Bəli, qış fəsli idi. Cəmiyyətdə formalaşmış fikirlər tam həqiqət əks etdirməyə bilər. Bəli, bu doğrudur. Çünki orada ovçu özü də qeyd edir ki, yəni xalq arasında belə bir ifadə söylənilir ki, ovçu ki, quşları gördü mütləq atəş açmalıdır, ancaq bu belə deyil deyir. 14-cü sual. Mətndə çərçivə daxilində verilmiş sözün kontekstə görə yaxın mənalı qarşılığının işləndiyi cümləni müəyyən edin. Deməli, bizdə çərçivədə olan söz indi özünü söyləyin, öz ailəsi içində elə qürurla durmuş qırqovula mən gül ata bilərəmmi? Qürurla durmuş, baxaq. Yapıncılı kişi çox mülayim və təmkinli danışırdı. Xeyr, burada bir şey yoxdur. İllər keçsə də onun təşəxxüslü görkəmi qalırdı. Təşəxxüslü görkəm özündən razı, yəni lovğalıqdır, ona görə olmaz. Onun heybət doğuran baxışları qarşısında tir-tir titrəyirdim, yox. Ata cəbhədən qayıdan oğluna iftixarla baxdı. Bəli, iftixarla baxmaq elə o anlama gəlir. Yəni ki, qürurla baxdı atası ona. Yəni, cavabımız olacaq D variantı. Sultan zəhmli nəzərindən başdan ayağa qoşqar süzdü. Yox, zəhmli, yəni sərt nəzərlərdən, ona görə olmaz. 15. Mətnin strukturu ilə bağlı yanlış fikri müəyyən edin. Deməli, bütün abzaslarda quşların xüsusiyyətlə bağlı məlumat verilməmişdir. Bəli, bütün abzaslarda yoxdur. Məsələn, nəticədə yoxdur. İkinci və üçüncü abzasların yeri dəyişdirilə bilər. Xeyr, dəyişdirilə bilməz. Çünki onların yerini əgər dəyişdirsək biz, yəni üçüncü abzasdan sonra 2 gəlsə, onda bizim yəni 3-ün sonluğuna deyir ki bizə, o günlərlə yoldaşının başına fırlanar, yeməkdən kəsilər. Bu sadə bir quş instinkti deyil, əsl sədaqət nümunəsidir. Daha sonra belə deyil gəlir, yəni artıq görürsünüz ki, düzgün deyil. Ona görə də B yanlışdır, B-ni götürəcəyik. Giriş hissədə məzmun uyğun olmayan cümlə verilməyib, doğrudur. Nəticə hissədə ovçu və təbiət arasında münasibət ümumiləşdirilib, bəli. Yəni C olmaz, D olmaz. Y əsas hissədə bir ovçunun müşahidələrinə yer vermişdir. Bəli, bu da doğru fikirdir. Ona görə bizim cavabımız olacaq burada B variantı. Deməli, növbəti suallara baxaq, artıq açıq suallar. Altından xətt çəkilmiş cümləni bədii üslubun səciyyəvi xüsusiyyətlərinə uyğun genişləndirib yazın. Yəni, burada kiçik məcazi mənalı ifadələr əlavə eləyərək cümləni düzəldə bilərsiniz. Cümləmiz də belə idi ki, bir gün yenə isti sobanın ətrafında sözə başladım.
Burada belə yazmaq olar. Bir gün yenə od kimi isti sobanın ətrafında sözə başladı. Və yaxud da bir gün yenə günəş istisi kimi isti sobanın ətrafında sözə başladı və yaxud da cəhənnəm kimi isti sobanın ətrafında sözə başladı. Bu tipli sözlər yaza bilərsiniz. Daha sonra 18. Müqayisə cədvəlinin boş xanalarına uyğun fikirlər yazın. Bir ovçunun söhbəti mətninə aid olduğu üslubun səciyyəvi xüsusiyyətləri. Bu olacaq bədii üslub. Zoologiya dərsliyində quşlar haqqında verilən məlumatına aid olduğu üslubun səciyyəvi xüsusiyyətləri. Bu artıq zoologiya dərsliyi dediyinə görə artıq elmi üslub olacaq. Bədii mətnimizdə də yaza bilərsiniz ki, obrazlı ifadələrdən istifadə edilmişdir. Bədii təsvir və ifadə vasitələrindən istifadə olunub və yaxud da məcazilik var, obrazlıq var, emosionallıq var. Digərinə isə konkretlik, dəqiqlik, ardıcıllıq, məntiqilik əsasdır, şərh etməyə əsaslanır, mürəkkəb cümlələrdən geniş istifadə olunur və yaxud modal sözlərdən, ara sözlərdən geniş istifadə olunur. Ortağıdakı hər ikisi funksional üslublardandır, hər ikisi ədəbi dil nümunəsidir, hər iki üslubda ədəbi dilin normalarına tabe olunmalıdır. Belə. 19-cu sual. Valideyn sevgisi təkcə insanlara xas deyil hökmünü mətnə istinad etməklə əsaslandırın. Orada ümumiyyətlə istənilən hissəni yaza bilərsiniz. Orada məsələn qırqovulun ailəsini qoruması olan qismi yaza bilərsiniz ki, mətnə də göründüyü kimi qırqovul ailəsini qürurla qoruyur. Yəni bunu ovçu görür. Ondan sonra orada 4-cü abzasda leylək ilə bağlı olan hissəni yaza bilərsiniz ki, bir leylək uçmaqda çətinlik çəkir və onun balaları onu qanadlarına alıb hündürlərə qaldırırlar. Yəni ki, bu ifadəni yaza bilərsiniz. Yəni bu hissədən yaza bilərsiniz və s. Deməli 20. Mətnə əsasən tünd hərflərə verilmiş nümunənin qarşılığı kimi işlənə bilən ifadə yazın. Orada bizə tünd hərflə verilmiş söz təfavüt qoymazlar. Yəni quşlara yaxın olanlar onların həyatı ilə insanın həyatına təfavüt qoymazlar. Təfavüt qoymaq yəni fərq qoymazlar. Bunu yaza bilərsiniz. Fərq qoymamaq, yəni ayrı seçkilik etməmək. Bu tipli ifadə ilə yaza bilərsiniz. Mətnimizə baxaq. 21. Bu hadisədən 6 il sonra Amerigo de Vespucci bu ərazilərin əslində hara olduğunu bütün dünyaya isbat etdi cümləsi mətnində dairədə verilmiş hansı rəqəmi yerinə artırıla bilər? Deməli, burada bizim doğru cavabımız olacaq B variantı, yəni 3. Çünki 3-də Kolumbdan danışır ki, hərçənd Kolumb ömrünün sonuna qədər tapdığı torpaqları Hindistan hesab etmişdi, lakin onun bu kəşfi dünya ticarət yollarını Aralıq dənizindən Atlantik okeanı hövzəsinə doğru istiqamətləndirdi. Yəni ki, artıq Kolumb yəni bunları yanlış bilib də. Ona görə də bu hadisədən 6 il sonra Amerigo de Vespucci artıq bunu isbat edir ki, bu əslində haradır. Ona görə də cavabımız olacaq orada 3. 22. Mətnə əsasən cədvəldəki uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq dediyinə görə biz doğruda artıq yanlış fikirlər axtaracağıq, yanlışda isə doğru fikirlər axtaracağıq. Və burada da bizim doğru cavabımız olacaq B variantı. Çünki böyük coğrafi kəşflər dövrü yalnız yeni ərazilərin kəşf edilməsilə səciyyələnmir. Bu doğru fikirdir, götürmürəm. İnkişaf edən ticarət Avropada bir çox ehtiyaclar doğurdu. Bu da doğru fikirdir. 3. Kapitalist münasibətlərinin tənəzzülü ticarət kapitalının artması ilə sürətləndi. Xeyr, bu yanlış fikirdir. Çünki burada mətndə qeyd olunub ki, ticarət kapitalının artması kapitalist münasibətlərin təşəkkülünü sürətləndirdi. Yəni ki, əksinə inkişaf etdirdi onu. Yəni tənəzzül deyil burada. Yəni kapitalist münasibətləri tənəzzül etməmişdi. Əksinə inkişaf edirdi. Ona görə də 3 yanlışları götürəcəm. İndi yanlışdırsa doğrulara baxacağıq. Qiymətli malların, metalların gəlişi Avropada feodalizm zəifləməsi səbəb oldu. Bəli, bu doğru fikirdir. Orada qiymətli olan qızıl və gümüşün axması qiymətlər inqilabına səbəb oldu. Feodal münasibətləri zəiflədi. Yəni ki, elə cümlənin özü var burada. 4 doğru da götürəcəm. 5. Coğrafi kəşflər dünya iqtisadiyyatının dəyişikliyi səbəb oldu. Bəli, o da doğrudur, çünki o da burada var idi. Bu kəşflər dünya iqtisadi münasibətlər sisteminin dərin dəyişikliklər yaratdı. Bəli, doğru fikirdir. Yəni, bizim cavabımız olacaq B variantı. 23-cü sual. Mətndə altından xətt çəkilmiş söz cümlələrdən birində fərqləndirmiş sözün eyni mənada işlənmişdir. Deməli, altından xətt çəkilmiş sözümüz bizim dolanmaq sözüdür. Bəli, Vasco da Gama'nın Afrikanı dolanaraq Hindistana dəniz yolunu açmasıdır. Bəli. Biz bir-birimizlə mehriban dolanırıq. Xeyr, bu onunla əlaqəli deyil. Polislərdən ikisi binanın arxa tərəfini dolanaraq içəri girmək istəyir. Bəli. Yəni mətndəkinə eyni mənadadır. Cavab olacaq B variantı. Sakit dolanırdıq. O öz işindəydi. Mən də xeyr. Anası oradan yeni gələn oğlunun başını dolanırdı. Yox, bu da. Məvaciblərimiz aşağıdır. Güclə dolanırıq. Xeyr. Cavabım olacaq B variantı. Mətndə hansı sualın cavabı yoxdur? Deməli, böyük coğrafi kəşflər ərəfəsində Aralıq dənizi ticarət yolları hansı imperiyanın nəzarətində idi? Var bunun cavabı. Avropanın niyə şərqə ehtiyacı yarandı? Bunun da cavabı var. Avropada niyə qiymətlər inqilabı baş verdi? Bəli, o da bayaq dediyim qızıl-gümüş məsələsi.
Coğrafi kəşflər hansı xalqların sivilizasiyasının yaranmasına səbəb oldu? Yəni burada hansı xalqların sivilizasiyasının yarandı? Bu haqqda bir məlumat verilməyib. Ona görə cavabımız olacaq D variantı. Qida müxtəlifliyi niyə genişləndi? Bunun da cavabı özünü göstərir. Yəni cavabımız olacaq D variantı. 25-ci sual. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Böyük coğrafi kəşflər mətni və çərçivədəki mətn. Böyük coğrafi kəşflər mətni publisistik mətndir. Çərçivədəki mətn isə elmi üslubun mətnidir. Yəni çünki burada deməli kartografik generalizasiya görürsünüz ki, belə bir termin var. Ona görə də elmi üslubdur. Şərh etməyə əsaslanır bu gedəcək çərçivədəki mətni, yəni 2-yə A. Ədəbi dil nümunəsidir. Bu ortaya gedəcək 3-ə B. Yəni cavabımız olacaq C variantı. Əski sintaktik konstruksiyasını qoruyur. Bu rəsmi işgüzar üslubdur, olmaz. Obrazlığa malikdir, bu bədii üslubdur, olmaz. Qəzet və ya jurnal dilinə uyğundur, bu da olacaq coğrafi kəşflər mətni, yəni 1-ə Y, 2-yə A, 3-ə B. 26-cı sual. Mətnə əsasən nöqtələrin yerinə uyğun ən azı 2 ifadə yazın. Deməli, nöqtələrin yerinə orada, bir dəqiqə mətnə baxım. Deməli, bu səyahət yerin küre formasında olduğunu və vahid dünya okeanı mövcudluğunu yəni ortaya çıxardı, isbat etdi, sübut etdi, müəyyən etdi, müəyyənləşdirdi və s. Yəni nə yazsanız düzgün gələcək kontekstə görə uyğundursa. 27-ci sual. Mətnə əsasən cədvəl tamamlayan fikirlər yazın. Kalum və Fernand Magellan. Burada da yəni onların gördüyü işlə bağlı nə yazsanız yəni doğru qəbul olunacaq. Yəni xarakterdən başqa təbii ki. Belə. Sonra növbəti sual 28. Deməli, burada müddəa istəyir bizdən və fakt verilib. Afrikada əsrlərlə davam edən istismar sisteminin əsası qoyuldu. Görürsünüz ki, artıq yəni Afrika ilə bağlı istismar sisteminin əsası qoyuldu deyir. Deməli, biz burada müddəa nə verə bilərik? Belə yazmaq olar ki, böyük coğrafi kəşflər müstəmləkəçilik sistemini formalaşdırdı və yaxud da müstəmləkəçilik sisteminin formalaşmasının səbəbi oldu. Bunu yaza bilərsiniz. Digər faktda isə yaza bilərsiniz ki, yəni yeni sivilizasiyanın süqutuna gətirib çıxartdı. Yəni bu müddəyə uyğun, yəni bu da yeni sivilizasiyanın süqutuna gətirib çıxartdı və yaxud da mədəni irsi məhv olmasını gətirib çıxartdı. Yəni mətndə bu son abzasda var, yəni özünü göstərir. Yəni bu şəkildə yaza bilərsiniz. 29. Mətnə əsasən cədvəli tamamlayan fikirlər yazın. Aralıq dənizli ticarət yolları Osmanlı İmperiyasının nəzarətindən keçmişdi. Bununla da orada mətnin birinci hissəsində var idi ki, dənizçilər və Avropalı tacirlər Hindistana və Çinə gedən alternativ dəniz yolları axtarmağa sövq etdi. Bunu yaza bilərsiniz. Avropada feodal münasibətləri zəiflədi. Bunun da səbəbi o idi ki, deməli qızıl, gümüş, deməli Amerikadan Avropaya küllü miqdarda qızıl və gümüşün axması qiymətlər inqilabına səbəb oldu və bu da feodal münasibətləri artıq zəiflətdi. Bunu yaza bilərsiniz. 30-cu sual. Mətnə əsasən tünd qərarla verilmiş sözlərin yaxın mənalı qarşılıqlarını müəyyən edib yazın. Deməli, tünd qərarla verilmiş sözlərimizdən biri sövq etdi sözüdür. Bunun üçün cümləmizi oxuyaq. Həmin dövrdə Aralıq dənizli ticarət yollarının Osmanlı İmperiyasının nəzarətində keçməsi Avropalı tacirləri və dənizçiləri Hindistana və Çinə gedən alternativ dəniz yolları axtarmağa sövq etdi. Sövq etdi yaza bilərsiniz ki, məcbur etdi, təşviq etdi və s. Digər sözümüz isə hansı idi? Təşəkkül sözü idi. Bəli, ticarət kapitalının artması isə kapitalist münasibətlərin təşəkkülünü sürətləndirdi. Təşəkkülü yaza bilərsiniz ki, yəni inkişafını sürətləndirdi, formalaşmasını sürətləndirdi ya da yaranma prosesini sürətləndirdi və s. belə yaza bilərsiniz. Əsas odur ki, kontekstə uyğun gəlsin. Bu video olub bu qədər. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə rəy yazmağı, kanala abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. Sağ olun.